Axşamınız xeyir, necəsiniz, vəziyyətiniz? Yeni gələnlər, xoş gəldiniz. Buyur sahib. Yeni gələnlər, xoş gəldiniz. Ekranı hər kəs bəyənsin, çox xahiş edirəm. Baxım inşallah. Hər vaxtınız xeyir. Bir vacıva evladı pis xəstədir. Bura dəvət etsən nəsə edə bilərik. Açar kameranı, uşağı göstərər və əgər Tunardır. Tunar kimdir? Əgər hansısa bir dövlət müəssisələrinə müraciət edibsə, atqaz gəlibsə, istəyə bilərəm. Yox, əgər gedib İlham Əliyevdən və yaxud da Mehriban Əliyevadan, Heydər Əliyev fondundan müraciət istəməmiş, gəlib nəsə istəyirsə, yox, birinci müraciət eləsin. Əgər bəlkə işlərinə baxarlar, əgər həqiqətən də baxmazlarsa, problem yoxdur, həll eləyə bilərəm. Yəni, birinci növbədə müraciət eləsin, Müraciət eləməmiş, yox, baxam, yəni, yeri yoxdur. Yəni, birinci müraciət eləyib öz haqqını tələb eləməlidir, mütləq ki. Yeni gələnlər, xoş gəldiniz. 102, necəsən vəziyyət? Yeni gələnlər, hər bir kəs xoş gəldiniz. Ən birinci növbədə insanları öz haqlarını tələb eləməyi öyrətmək lazımdır ki, insanlarımız öz haqlarını tələb eləsin. İnsanlarımız öz haqlarını tələb eləsə yaxşı olar məncə. İnsanlarımız hamısı öz haqlarını tələb eləsin və öz haqlarını bilməyi, yəni onların borcudur. Yeni gələn hər bir kəs xoş gəldiniz. Ekranı bəyənəyin. İqbal, başqa yerə, İqbal, bura takip toplama yer deyil, qıqaş. Yəni, istəyən şey eləyəcək, qıqaş. Bura əyləncəli şey deyil. Biz burada siyasi söhbətlər edirik, gözəl insan. Yeni gələnlər, xoş gəldiniz. Hər kəs ekranı bəyənsin, canlı yayımı paylaşağın. Hər bir kəs ekranı bəyənsin, çox xahiş edirəm. Ekranı bəyənəyin, canlı yayımız artsın. Yeni gələnlər, xoş gəldiniz. Günümüz uğurlu olsun inşallah. Necəsiniz, vəziyyətiniz, işiniz, gücünüz? Dünən üzürü sayın, dünən xəstə idim, gələ bilmədim. Qızdırmam var idi. Yox, bağlanmamışdı. Mənim 3 dənə səhifəm var. Yox, bundan açıram da. Çox sağ Allah sizin də köməyiniz. Yeni gələn hər bir kəs xoş gəldiniz. Necəsiniz, vəziyyətiniz? Allah razı olsun. Ekranı bəyənəyin, zəhmət olmasa. Sahib, yəqin ki, bildin nə demək istədim, qaqaş. O insandan maraqlanın, görün, hansısa bir dövlət qurumlarına müraciət eləyib, öz haqqını tələb eləyibmi? Məktub formasında. Söhbət vallahi elə də bir şey yoxdur, nə bilim vallahi. Gündəlik hər şey, nə bilim. Kimə müraciət eləyib? Qoşarsan, göndərdiyi məktublara baxarıq. Görək kimə müraciət eləyib, kim atqaz eləyib, hara müraciət eləyib. Yeni gələnlər, xoş gəldiniz. Ekranı hər kəs bəyənsin də çox xahiş edirəm. Ekranı bəyənəyin, canlı yayımızı paylaşağın. Birinci növbədə insanlar gərək öz haqlarını tələb eləsinlər. Yəni, ən birinci növbədə odur. Haqlarınızı tələb eləyin, öz haqlarınızı istəyin. Və hər bir kəsə aid, içindən qaçıq. Biz nə qədər ki, öz haqlarımızı tələb eləsək, əzizim sənə qurban, buradan puldan başqa heç nə keçmir. Yox, sahib, yox. Bilirsən necədir, bilirəm. Mən 10 il deyil ki, gəldiyim oradan. Yəni, təzə gəlmişəm. 2-3 il gəlmişəm. Yəni, ən azından insanlar gərək öz haqlarını tələb eləsinlər də. Heydər Əliyev fondu nəyə görə yaradılıb? Sırf Heydər Əliyev ailəsinin, Əliyevlər ailəsinin ötəri yaradılmayıb ki, o fond. Gərək insanlar çıxıb öz haqlarını tələb eləməyə bacarsın, çıxsınlar öz haqlarını tələb eləsinlər. Yəni, pul yığmaq hasant bir şeydir. Çıxdıq bura, xahiş eləyəcəyik. Qeyrətli xanımlar, qeyrətli bəylərimiz, o qədər qeyrətli insanlarımız var ki, pul yığacaq.
Yox, sadəcə ad üçün də yaradılsa, ən azından Heydər Əliyev fonduna, Heydər Əliyevə və Mehriban Əliyevəyə məktub yazılmalıdır və məktub əsasında əgər ona atqaz gələrsə, o atqaz məktubunu göstərsin bizə. Yox, sahib bilirsən necədir? Qazi, xoş gəldin. Bilirsən necədir? O ən azından göstərməlidir də. Göstərməlidir ki, mən müraciət elədim. O göstərməmiş, mən onu nə bilim, ay sahib. Bilirsən necədir? Belə pis mənada demirəm. İnsanlarımızın çoxusu asant yoldan əl atırlar. Başa düşün, asant yoldan əl atmaq lazım deyil. Haqlarımızı bilmək lazımdır. Heydər Əliyev fondu ilə alınan hər nə varsa onlarındır. Bax, mən demirəm ki, Heydər Əliyev fondu mütləqdir ki, sənə kömək eləyəcək. Mən sadəcə olaraq deyirəm ki, insanlarımız öz haqlarını bilməlidir. İnsanlarımız öz haqlarını tələb eləməlidir. Başa düşdünüz? Yəni, bu fond varsa, bu fonda yazılı sürətdə müraciət eləmək lazımdır və onun qəbul olunub olunmaması haqqında onlara məktub gəlir və həmən məktubu əsasında Mehriban Əliyeva kitabxanasına zəng eləyib məktubun qəbul və atqaz formasını öyrənə bilərlər. Yəni, Mehriban Əliyevanın kitabxanası var. Oradan zəng eləyib atqaz formasını öyrənə bilərlər. Və mən hər bir kəsdən də çox xahiş edirəm ki, hansısa bir dövlət qurumundan, yəni Azərbaycan Respublikasının dırnaqarası prezidenti və onun arvadı Mehribandan kimsə nəsə bir şey istəyirsə, prezident aparatının yanında məktub şöbəsi var. Sırf məktub şöbəsinin özünə aparsınlar, açsınlar məktubu. Başa düşdünüz? Yəni, ən azından məktubu açsınlar. Çünki, bilsə necədir, mən heç kimdən haqqımı tələb eləməyim, gəlim, ay Əhməd, ay Məmməd, bilirəm, ay Samir, xeyri olmasa da müraciət eləsinlər də. Müraciət eləmək lazımdır axı. Yəni, xeyri biləm yoxdur, hə. Bax, hələ heç kim elə, onun xeyri yoxdur, bunun xeyri yoxdur. Yəni, müraciət eləmək lazımdır axı. İlham Əliyev də əlini qoyur qulağın dibinə. Deyir, ala, heç kim də məndən istəmir, elə millətin elə vəziyyəti qoz kimidir. Başa düşün, heç kim də məndən heç istəmir. Ən azından müraciət eləmək lazımdır. Müraciət əsnasında o məktubun toplasaq, bəlkə 10 dənə kitab olar. O məktublar bax, mən sənə tam razıyam. Mən sənə tam razıyam. Amma ki, dərsin ki, mən müraciət eləmişəm də, sahib. Göstərsin də, göstərsin də. Bax, mənə o lazım. Samir bəy, xoş gəldiniz. Axşamın xeyir, qardaş. Hər vaxtınız xeyir. Qardaş, sən dediyinlə razıyam. Əgər bizim ölkə, bizim elə bir hakimiyyət, heç olmasa bir başqa bir Avropanın bir ölkəsi olaydı, hə, orada bir dəfə cavab vermədin, 2 dəfə, heç orada elə şey olmur. Birinci səfərdən də əvvəl-axır cavab gəlir, cavabsız heç nə qalmır. Bizdə isə vəziyyət, Qaqulya, sən desən də, deməsən də, hamı bunu bilir. Bizdə xeyri yoxdur. 10 dəfə də, bir də görsən cavab gəlir, eşitsənmi? Cavab gəlir də. O cavabdan sonra elə bir cavab gəlir ki, da sən onu ta 2-ci səfər, 3-cü səfər, 2-ci səfər, 3-cü səfər göndərmənin heç bir yeri olmur. Samir, mən də onu deyirəm ki, eybi yox, birinci dəfə göndərsin, eybi yox, o atqaz gəlsin. Zato göndərsin. Bəs mən onun əsasında millətdən yardım istəyə bilərəm də, başa düşdün? Bax, göndərdi atqaz, nə qaraq indi? Atqaz göndərdi, sonra? Ay qardaşım, bax, hara göndərdi? Ay, göndərməsə bir problemlə yazdı, sən poçta bir dabrat göndərdi sənin adına. Başqa qanunla var, o elə bir məktubdur ki, ona avtomatik cavab gəlməlidir 2 həftə ərzində. Bax, məsələn bir dənə söz deyim. Bax, məktubu göndərirsən, düzdürmü? Məktubu göndərdin. Məktubda sənə kitabxanadan Mehriban Əliyevanın kitabxanası var. O kitabxanadan zəng edirsən, o kitabxanadan öyrənirsən. Mən filan vaxtı filan kəs oğlu, mən filan rayonda yaşayıram. Filan tarixdə sizə məktub göndərmişəm və məktub əsasında mən öz problemlərimi bildirmişəm. Mənim bu problemin baxılmasından ötəri mənə yardım göstərəcəksiniz yoxsa yox. O deyir ki, yox. Sən ona deyirsən ki, sən o yoxluğu mənim məktub formasında göndər ki, mən sənin göndərdiyin məktuba əsasən sənin işinə baxmıram, sənə yardım göstərmirəm. Başa düşdün?
Ondan O sonra da biz yardım istəyə bilərəm. Mən üçün o qədər qeyrətli qardaşlar, edirəm, xanımlar var ki, mən çıxardıb yardım istəyə bilərəm. Amma ki, bilirsən necədir? Mən gəlmişəm, Elnur, qardaşım, mən bəs uşağım xəstədir ki, pul toplayaq. Daha elə bir şey olmur axı, Samir. Ay Başa yox, düşdün? yox. Bu elə olmur. Bunu biz bilirsən bütün günah onlarda deyil. Bütün günah Ekranı bizim bəyənək də. millətdədir. Bəli. Ay qardaş, bunların belə şey olmağı bütün günah bizdədir. Bizim millət bizən hansı devirə gəlib çatır? Vəbşə bizim millət nə gündədir? Hal-hazırda hansı ölkə ilə müqayisədədir millətindən? Şimali Koreya var. Şimali Koreyada necə ki onların prezidenti gələndə məcburi şəkildə necə elətdiriblərsə millət orada istər-istəməz ağlayır sevindiyindən. Əməlli başdaq ellər. Dünyanın heç bir aktyoru onların milləti qədər rola girə bilməz də. Bizdə bir dənə o qalıbdı. Ağlamaq, İlhamın sevindikdən ağlamaq. Səndə donur yenə. Sənə Samir tam razıyam. Yəni bunu qoyduq bir qırağa. Bunu bildik. Azərbaycan Koreyadır, Azərbaycan nədir? Əziz, gözəl insan, gözəl qardaşım. Bunu qoyduq bir kənara, düzdürmü? Qoyaq. Gözəl insan. Yəni mən sənin xətrini çox istəyirəm. Biz birimizi ən azından az da olsa tanıyırıq da, virtual da olsa tanıyırıq, düzdürmü? Mən millətimi bilirəm, onu görə deyirəm. Ay Elnur, millətimi bilirəm, biz nəyə qadirik? Samir bəy, biz haqqımızı istəməliyik də, düzdür? İstəməliyik, heç. Axıra kimi, ölənə kimi eləməliyik bunu. Ölənlər biz haqqımızı istəməyək. İlham da ərim qoysun qulağını dinlə. Gecə olacaq, heç kimdə məndən haqqını istəmir, heç kimdə məndən haqqını tələb eləmir. Bilirsənmi, qardaş? Şükür Allah, mən deyəm. Bizdə bilsən necə olacaqdı, dəyişirsə, hər şey yaxşı olacaq. Mən nə deyirəm? Məsələn, dəqiq başa düşürəm. Yazılı formada, gözəl qardaş, yazılı formada müraciət eləyək. Müraciət əsnasında bizə atqaz gələrsə, mən o məktubu göstərim. Deyim, bax, sənin Azərbaycan Respublikasının prezidentin, onun xanımına məktub yazılıb, bu insan bu insanın şahidinə baxmır, kömək eləmir. Düzdürmü? Çox xahiş edirəm, bu insan çıxılmaz vəziyyətdə qalıb. Gəlin bu insana yardım eləyək, yardım toplayalım. Düzdür? Düzdür. Təsəvvür ki, mən gəlin deyirəm ki, Samir, ay Samir, mənim məsəl üçün də ayağım sınıb. Bəs mənə pul toplamaq lazımdır. Məsəl üçün də, məsəl üçün. Sən də deyirsən ki, hərdə var, toplayaq. Bəs bu toplayaq deyil axı. Gəlsən, vaxt gələcək, nə bilim, bəs nalayiq sözlər danışırsan, mən istəmirəm nalayiq sözlər deyim. O nalayiq sözlərdən məndə bol-boldur. Bacıma salam deyil. Yaxşı, bacıma salam deyil. Moderator SS66-nı at bayra. 5 dəqiqəlik at bayra, 5 dəqiqəlik at bayra. Bir də saçarsa elə liv elə at bayra. Belələr nə 5 dəqiqə, qardaş, belə söz yazan nə 5 dəqiqə, ömürlük atın bloka geçsin də. Bax, məsələn, bir dənə söz deyim. Yox, hələ Qazi, bir səbirli ol da, qardaş, səbirli ol, sənə həmişə qoşuram. Bura qoşulmayanları qoşacağım, Qazi, səbirli ol. Bax, məsələn, bir dənə söz deyim. Sadəcə olaraq mənim insanlara qarşı, mənim insanlara deyiləcək sözüm budur ki, birinci növbədə gözəl insanlar, haqlarınızı tələb eləməyi bacarın. Mehribana yaz, İlhama yaz, nə bilim, İlhamın var yoxuna yaz, İlhamın nəslinə yaz. Yaz. Durmadan bir ayda 10 dənə məktub yaz. Yaz, mutsut elə. Çıx, video çək. Video əsasında deyək ki, İlham Əliyev, məsələn, İlham Əliyevin Twitter səhifəsi var, Mehribanın Twitter səhifəsi var, Leyla Əliyevanın TikToku var. Çıx, deyək ki... Qardaş, xəbərin var sənin məktub pullandı? Yox, pulsuzdur məktub. Kimsə deyir pullandı? Ay, elə məktub var ki, 3 manatsa da ona pul verirsən, neysən? Yox, bax, mən də sənə deyirəm ki, məsələn, onun pulsuz variantını deyirəm də sənə. Deyim neymişsən? Ay, so. Prezident aparatının yanında məktublar şöbəsi var. Aparat olaraq pulsuzdur. 1 manatında çıxmır. Mən dediyim poşlandı. Məsələn, Gəncədən, Pirəmirdən... Bax, mən sizə bir dənə bax, yox, bax, mən real deyirəm də, insan gəlir bir şey deyəndə, bir şeydə düzgündə danışır. Sən Bakını demir, Bakını deməyəcəksən, sən rayonları deyən, qardaş. Rayonda, qardaş, 3 manat da verməlisən də, yəni o dövlət rüsumu da, Elə məktubunda, ay kişi, elə məktubunda 15 dənəsini göndərmişəm. Buna nə deyirsən sən? Samir, bax, Samir, mən demirəm, yəni bunu göndərməlisən də, Samir. Video çək. Video çək beləsə göstər. Video əsasında göstər. Video əsasında göstərdi, video əsasında çəkin. Pulu istəmirsiniz çıxsın.
Video Hı. əsasında çəkin, mənə göndərin. Mən sizin hamınızda bütün adı nədir? Mənim dostlarımın hamısına xahiş edəcəm. Sizin videolarınızı götürsün paylaşsın. Nömrənizi Ha, də onda bölüşədə bax bu nömrədə bax onda mənim 3 onda manatım. adam qalmayacaq da. Onda onun səhərsi günü onun cibindən narkotik zad çıxacaq da. Bilirsən də bu vəziyyəti. Sən elədin. Bunu bilirsən ha. Samurunda haqqımızı tələb eləməyək də. Biz narkotik çıxacaq deyən haqqımızı heç kim tələb Eləməli eləməsin. yeyib nətər başa salımı, nə şiş yansın, nə kebab. Bəs Qardaş bunu neyniyək ay bilirsən də. Samir? Yaxşı Samir. Bəs indi neyniyək? Cibimizdən Mən deyirəm narkotik də çıxacaq, neyniyək. bunu bildik. Bəs mən deyirəm, Elimizdən pul mən çıxacaq, deyirəm. bunu da bildik. Bəs indi Yox, gözəl qardaşım neyniyək? bir dənə yolu Neyniyək? var da deyirəm. Mən həmişə demişəm, biz bir millət kimi, Ukrayna xalqı kimi qalxmasaq, başımızda qazan, zat, nə bilim, pakrışka zat, bunlar olmasa, bu dəyişən deyil. Bala, bu məktub zad hamısı boş söhbətdir. Biz Mən qalxmalıyıq. hamımızdan razıyam. Azərbaycan Respublikasında insan haqları pozulur. Azərbaycan Respublikasında qayda yoxdur, qanun yoxdur. Düzdür. İnsanlar haqlarını istəyəndə insanların ciblərindən narkotik çıxardılar. İnsanları sən istəyət da, istəyət qoşacağam. İnsanları narkotik ittihamı ilə düzdür həbslər edirlər. Amma ki, ay qardaş, gözəl insan, haqqımızı istəməyək biz. Yəni haqqı istəmək lazımdır. İstəməli, razıyam səninlə. Sən düzsən, o barədə düzsən. Qayda qanunla iş görmək lazımdır. İndi mən neyniyim? Ay Samir, keçən dəfə nə olmuşdu? Bir insan idi, gəldi bura qoşuldu. Dedi ki, bəs mənim artıq bir il yarımından qabağın söhbətdə. Bəs mənim uşağım ağır xəstədir. Mən də bu uşağı götürdüm, yardım elədim. Başa düşdün? 2000 manata yaxın yardım olundu. 3 gün içində. Sonra dedi ki, mənim uşağım ölüb. Uşağıma baş daşı lazımdır. Buna da pul topladıq. Sonra mən bunu araşdırdım ki, bu nə uşaq ölüb, nə də uşaq xəstədir. Elə it də getdi. Ben bunu necə eləyim mən? Elə bir qeyrətlər çoxdur. Ona görə də mən sonra deyirəm ki, gözəl insanlar, haqlarınızı tələb eləyin. Haqlarınızı əsasında da mən sizi köməkliyə göstərəcəm də. Heç bir şeydə problem yoxdur. Gözümüzdə yeriniz var. Ən birinci növbədə insan gəlib öz haqqını tələb eləyə də. İnsan öz haqqını tələb etməmiş, mən necə gedim deyim ki, şey eləcəm. Sözündə haqq var, qardaş. Haqq var sözündə. Nə deyəsən? Valla Samir, haqqımızı tələb eləmək. Samir, belə bir şey deyək də. Sən gəldin, qoşuldun bura, düzdür? Bəli. Elnur, mən xəstəyəm, mənə pul göndər. Düzdür, mən də sənə deyim ki, qeyrətli xanımlar, qeyrətli bəylər, çox xahiş edirəm. Samir bəyə hələ biz 1 manatdan atdı. 130 nəfər 1 manatdan atdı. Samir 130 manat topladı, düzdür? Düzdür. Samir bəyin də ağzında, məsəl üçün deyirəm, Samir bəyin də ağzında şirə qaldı. Nə üçün? Gəldim 130 manat topladım, çıxdı getdi. Bizim millətdə də var da, bizim millətdə də öyle şey var da. Samir də başladı haqqını tələb eləməməyə. Heç gəldi 130 manat topladı getdi. Üstdən bir həftə sonra Elnur bir dənə 130 manat topladı getdi. Elnur güzel. Bu qardaş bunun axırı olmalıdır da. Samir bəy məsəl üçün deyirəm də Əhməd bəyə mən hasara kimi 130 manat toplayacağam. Yəni insan gələk hazırın nazir neysə bir şeyin istəməsin də. Səhv deyirəm yoxsa yox? Biz haqlarımızı tələb eləməliyik. Biz haqlarımızı tələb eləməliyik. Ən azından haqlarımızı tələb eləməyi bacarmalıyıq. Əhsən, buyur, xoş gəldin. Salam qardaş, axşamınız xeyir. Əleyküm salam. Qardaşım, dünən mən Manafın canlısına qoşuldum. Yəni danışdım da. Belə pis çıxmasın. Bilməm, sən də oradaydın deyəsən canlıda, canlı asmamışdın. Oradaydım, amma siz danışmağınızı görməmişəm də. Qardaşım, bugün yəni Azərbaycanı götürək də. İndi yuxarını demirəm, aşağı təbəqədən söhbət ki, normal dolanandan da, yəni kimsə mənlə razılaşmaya bilər. Bugün sahibkarlıq gedir də Azərbaycanda qardaşım, gəl düzgün danış. Bax, özəl klinikalar, belə götürək, dükanlar, hansına gedirsən qardaşım, məsələsində işləməyə gedirsən də, düzdür, səni tanımır. Birincisi, səni götürmür. Sən onun tanışı dörsən, qohumu dörsən, əqrəb, öz quruğun yığır da, böyrünə 10 nəfərdən orada ola bilər ki, 9-u, başa düşdün, yəni ki, necə deyim, sənə, özü içində qaqaş, yəni bir nəfər ola bilər, indi sənə ürəyində rəhmi gələr, o da ki, mümkünsüz məsələdir, yəni nəyi demək istər? Bugün Azərbaycanda, qardaşım, bütün müəssisələri götürəndə, yenə deyirəm, Lıboy bir klinik olsun, bank olsun, nə bilim, dükan olsun, nə olsun, yəni sahibkarlıqdır da. Bilir ki, sən 300 manatı bəyənməyəsən, məsələn 400, sən 400-ün ayrısı gələcək, o qədər çörəyə ehtiyacı olan var.
Yəni millət belənçə sınıbda, gəl düzgün danışaq. Yəni bunu Aha. danmağın yeri yoxdur. Bu günləri, yəni biz aşağıdan başlayıb mübarizə aparmalıyıq ki, gedib ta ki yuxarıya çıxa bilək. Düzdür qardaşım, mən öz Bəli. fikrimi deyirəm. İndi olar Bəli. kimsə mənlə razılaşmaz. Yəni mənə yox. Gəl götürək ərəbləri. Ərəblər 30 ildir, düzdür? Neft. Ərəb heç su tapmırdı, düzdür? Ərəbi kim düzəltdi? Tarixi götürək də qardaşım. İndi bu gün Azərbaycanda milyonda bir adamdan birini görsən ki, əlində kitab ya qəzet oxuyur. Düzdür? Gəl təmiz Bəli. danışaq. Hə. Bakıda yaşayıram da görürəm qardaşım. Yəni bu belədir. Beləncə cəmiyyətlə necə deyim, hərə özün fikirləşirsə, mənəmçilik də belə deyək, dini qoyuram qırağa. Din, iman öz yerində. Bu gün namaz qılanların 80% kimdir? Kasıb-küsub. Əlacsızlıqdan. Hə. Sabah pulu olsa, qardaşım imkanı olsa, maşını olsa, evi olsa, bu gün də qardaşım gəl təmiz götürək də. Yəni Bəli. iş yox, güc yox. Fikirləşir Allahın yoluna yönəlim, gedim pis yola düşməyim də. Yəni pis əməllərdən uzaq olun. Yəni gəl bunu indi bu danılmaz bir şeydir qardaşım. Gözümüzlə görürük də. Yəni yaşayış tərzi bu gün budur. Hamı fikirləşir ki, mənim nəyimsə olsun, nəyisə qurum, mən nəyisə yaradım ki, gedib kiminsə əlinin altına 20 manat işləməkdənsə özüm bir dənə özüm üçün bir balaca bir yer eləyim, özüm o pulu qazanım. Kimsə mənə qabağıma şərt qoymasın ki, filan vaxt gəl, filan vaxt get, düzdür? Mənim Bəli. əzizim. Yəni bu belədir də qardaşım. Yəni biz nə demək istəyirəm? Yəni ki biz hələ yenə deyirəm, ərəbi götürəndə ingilislər ərəbləri düzəldib, adam eləyib. Hindistanı götürək, nə bilim o bursunu götürək. Bu gün biz bilirik ki, İsrail olsun, Rus olsun, nə bilim Fransa olsun, Almaniya olsun, o birisi dövlətlərin hamısı Erməniyə poddeşka verir. Yəni bu gizlin bizə də ki xırda dövləti qardaşım parçalayıblar. Bilirlər ki ömür boyu bizim yəni sərvətdir də bura. Əllərində saxlayırlar kozur kimi. Nə qədər tarixi açaq baxaq da qardaşım. Yəni hamısı nə üstü olub balacalaşmağımızda bu vəziyyətə gəlib çıxmağımız. Nə üstü olub? Hamısı hakimiyyət üstündə, pul üstündə. Düzdür mənim qardaşım? Yəni bu hamısı belə olub da. Yəni nə demək istəyirəm? Bu gün qohumda, əqrəbədə, dostda, tanışda hamı özü üçün yaşayır. Məsələn, qohumun Bax, burada bir nəfər yazıb ki, elə ki yaşayış problemini deyən kimi Qarabağı soğru ortaya ki, yaddan çıxsın. Hə. İndi mən deyim nə qardaşım? Bax, çox uzağa getmə. Götürək bələdiyyənin böyüyü. Bələdiyyə də bələdiyyə. Bilirsən də hansı rayonun bələdiyyə. Aha. Onun oğlu gedir əsgərliyə, yəni müharibəyə. Yox. Bu gün ay ölənlərin rəhmət. Heç gedib nazirlik. Məsələn, o barədə bir dənə deyim. Hə. Sözü kəsilən balavın toyunda inşallah. Allah köməyindir. Bir söz deyim. Deməli bu əsgərliyə səfərbəri zamanı bələdiyyəyə deyilir ki, hansı əraziyə baxırsa, o ərazidən getmir. 100 kimə müşahidiyyə. O əraziyə deyir ki, bu ərazidən 30 nəfər hər bələdiyyə, hər şeyin ərazisinə, hər belə deyək də, kəndin ərazisinə də deyir 30 nəfər sənin kəndindən adam getməlidir. Səfərbərliyi ilə əlaqədar. Və öz oğlunu, öz qohum məğrəbəsini yazmır ora. Aydın məsələdir. Mən də ona görə dedim. Bəs başa düşmədim. Onda bəs bu necə olur ki, sən danışanda qeyrətdən danışırsan, namusdan danışırsan, onda sənin qeyrətin, namusun yoxdur ki, sən öz oğlu və öz qohum məğrəbəvi yazmırsan ora. Bu necə olur? Ay başqa dönüm. Onu seçən hələ o öz adamıdır ki, gətirib qoyub orada pul verib seçmək. Demək, günah bizim birinci İlham Əliyevdədir, ən aşağıda da bələdiyyədən başlayır. Çünki böyükdən balacaya qədər hamısı maşinlikdir. Ay, mən də ona görürəm ki, birinci bu ölkədə nəsə olsa, cəmaət birinci hələ bu qara təbəqə, yəni kimin üstünə cumacaq. Bu sahibkarlar var da, qardaşım, yenə deyirəm, Luboy məhəllədə imkanlı adam var, qardaşım. Allah yaradıb onu, gətirib orada yaşadıb, əl tutsun, qohum əqrəbəsinə, nə bilim. Türkü götür, qardaşım. Türk deyirik, qardaşdır, bir dənə söz deyim də sənə. Türkiyə bizim millət gedir də, düzdür, çoxu. Orada bizə necə yanaşırlar?
Hə? Orada bizə necə yanaşırlar? Sual verirəm də sənə. Demirik qardaşım. Hadi. Amma biz necə yanaşırıq onlara? Düzdür? Bəli. İnternetdə baxdın, Ekran bəyin. Türk bizə nə dedi? İnternetə baxdığında yəqin Elçi bəy köhnə kadrını göstərdilər. Türk qayıtı dedi ki, belə alan idi. 30 il idi alardınız da. Biz sizi durğuzuq ayağa aldız. Bəli. Düz demirəm? Baxmısan da yəqin bu lentə. Bəli. Hə, Türk belə deyəndən sonra düzdür. O vaxt Elçi bəy də İrana da müraciət elədi, Rusa da, Türkiyə də heç biri bir dənə vertolyot göndərmədi ki, orada yerdə qalan cəmaata çıxarsın. Var da bunlar hamısı faktlardır. Mən bir dənə söz deyim sizə. Bax, mən bunu həmişə edirəm. Bu var babu. Babu. Bu Azərbaycana gələn gündən Azərbaycanın içinə tox qoydu. Nə var orada? O ki, Elçi bəy uşaq pulu verdi. Heydər Əliyev hakimiyyətə gələn günü, səhər günü uşaq pulunu kəsdi var ya. Onunla da getdi. Gəlib yalanlar uşaqların başını sığallamaq Heydər Babazad hamısı bir şeydi, şoydu. Allaha and olsun. Uşaqların qədrini bilən insan uşaq pulu verər. Heydər Əliyev Azərbaycana gəlməsəydi, Azərbaycan nəyə batmışdı indir. Gəldi yenə də. Bu indi bir vəzifəli şəxsin şoförüdür yəni. Belə danışır ki, bəlkə də hansısa bir vəzifəli şəxsi öləndə onun yerinə getsin. Yo. Yo, Mən özüm bilsən. Sənin TikTokda 152 nəfər varsa, onun 5-i savadçı, 11 də mənim yəni. Mənim savadım var danışmaq. Yo, mən sənə bilirəm. Sən inandırıb səni, baba 102 yazılı be, özüm benim. Bax, bir dənə bunun ayağını tapdalasınlar, gələcək mənə yazacaq ki, mən də İlhamı var yoxum belə eləyim. Yox, Allah haqqı. Range Rover şəkili qoymuşdu, Range Rover'i yığışdırıb. İndi İlhamı şey etdi ki, bəlkə bir Range Rover'dən qalxdım Xanberezada da. Hamber nə eləmişəm? Qardaş, yaxşı, siz danışın. Nəysə, burada danışmaq istəyirəm. Sənə bir dənə sual verirəm. İlham Əliyevin nəyindən arası? Nəyindən? Uşaq pulu demirsən indi. Uşaq pulu anada olanda 500 manat verir. Mən də verir? Uşaq olan kimi ilk günü 500 manat verir bərək pulu. Düzdür, amma aylığın vermir hələ ki, amma o verəcək. Qaldı ki, Heydər Əliyev gəlməsəydi hakimiyyətə, bir Azərbaycan yox idi, bir də Rusun altında yaşayırdı. Mən sənə bir sual verəcəm. De. Heydər Əliyevin, ümumiyyətlə Heydər Əliyev müsəlman idi? Əlbəttə müsəlman idi. Heydər Əliyev o qədər savadlı adam idi. Rusiyanın prezidenti olmaq istəyirdi. Sadəcə ha onu qoymadı. Yox, sən bir sözümə qulaq as, düzgünə danışmaq lazımdır. Savadına, siyasətinə mən ona heç bir şey deyə bilmərəm. Amma mən sənə başqa sual verirəm. Deyirəm, Heydər Əliyev müsəlman idi? Əlbəttə müsəlman idi. Yaxşı. Müsəlman insan, yəni dəfn olunanda, kəfəndə dəfn olunur da, düzdürmü? 100%. Yəni kəfəndə dəfn olunmayan, mən şeydən danışıram, xristiyan ölkələrində danışıram. Kəfəndən dəfn olunmayan xristiyan sayılır da, üzü açıq olan xristiyan sayılır da, düzdürmü? Yəni müsəlman sayılmırdı o. Ay sağ ol. Bu üzü açıq insanı, paltarda insanı sən müsəlman saya bilərsən? Heydər Əliyev paltarda dəfn olunmuyor baxın. Yo, Heydər Əliyev kəfəndə dəfn olub, onu demirəm. Deyirəm ki, yəni paltarda, mən başqa bir tema deyirəm. Paltarda dəfn olunan bir insanı müsəlman saya bilərsən sən? Yox. Bəs əgər paltarda dəfn olunan bir insanı müsəlman saymırsansa, bəs necə olur ki, Heydər Əliyevin arvadı paltarda dəfn olunur, üzü açıq. Bəs bu necə olur, deyirsən ki, müsəlmandır? O dəfn olunmayıb. Orada onu ölən vaxtıdır. Onun orada ölən günüdür. Onu orada məscid aparırlar. Onun dəfn olunan günü deyil. Onu bir dəfə yaxşı dəfn olunan günüdür. Dəfn olunan günüdür. Mənə deyirsən onlara, en normal. Paltarda dəfn olunub və tabutda dəfn olunub. Üzü açıq insan dəfn oluna bilər. Xristiyanlar üzü açıq dəfn olunur da. Necə yəni açıq dəfn olunur? Biz xristiyanıq, biz Azərbaycanlıyıq. Biz xristiyan deyilik ki. Kimsə nə deyir? Bax da, bax. Viski deyir ki, altını vurmuşam. Buradan bir tane çıxır, gözüm ölüm. Bir tane deyib dövlət üçün də işləyirəm, onu da vurub dağıtmasın. Bax. O orada bastırılmır. Bax. Buradan da birbaşa, bura
son bura şeydir. Necə deyim, indiki Heydər Əliyev sarayında. Burada da birbaşa götürülür dəfninə gedir. Yəni elə bir şey Sənin yoxdur WhatsApp ya. nömrən var, sən onu dəfn atarım, sən baxarsan. Vida mərasimidir. Bəli, birbaşa da buradan gedir dəfnə. Yox, düzgünə danışaq da ya. Səmimiliyinə düzgünə danışaq. Buradan da birbaşa gedir dəfnə. Bax, üzü açıq. Bax. Sən, mən sənə halaldı deyirəm ki, sənə halal deyirəm ki, yəni doğrudan da haqqı deyib, yəni düzgünlə deyirsən, doğrudan da sağ ol. Sən, bax, məsələn, həqiqətən də kişi kimi, doğrudan da halal səni, öpürəm səni. Bax, var olasan ki, həqiqətən də Azərbaycan Respublikasının ulu öndər adlandırdığınız onun yoldaşı Zərifə Əliyevanı siz xristiyan adlandırdınız. Həqiqətən də müsəlman deyil, doğrudan da xristiyandır. Çox sağ ol, öpürəm səni, var olasan, sağ ol. Hə, belə, çox sağ ol. Çox sağ ol, öpürəm səni. Müsəlman adlandırdığın üçün çox sağ ol. Müsəlman adlandırdı, amma xristiyan kimi dəfn edildiyi üçün çox sağ ol. Yəni müsəlman deyil. Salam aleykum. Necəsiz inşallah, yaxşısınız? Yaxşı, necəsiz? Sağ ol, Allah köməyin olsun. Bu blok elədilər, mən bu aşağıda bilmirəm kim elədi. Niyə? Bu Heydər Əliyevdən danışırdınız. Güclü siyasətçi olduğunu demişəm orada. Mən blok elədilər, bilmirəm niyə. Yox, niyə səssiz danışırsan ki? Bunu demə dədəsə, mən ana tərəfim Cəbrayıllıdır, ata tərəfim Yerazdır. Sağ ol, Allah köməyin olsun. Deməli, əskəriyə getmədən əvvəl mənə də çörək pulu verdilər, 60 manat. Onu da bir sən edər, kəsə-kəsə. Gerdin, deyirdin ki, bə çörək pulu, deyirlərə gözün kəməyə verəcəklər. Belə fırladılar, 2 ay, 3 aydan sonra 60 manat verirlər ki, ala, get gözünə çörək al. Dağcından qırıldıq, 60 manata mən nə çörək alım? Əskəriyə getməmiş, 9-cu sinifdə gəlirlər ki, sən əskəriyə getməzsən, sənədləri hazırla. Qapıdan alır, mən çıxar ki, gecəyirsən. Az qap 9-cu sinifdən apara mənə. Bir də yazıb ki, ay qardaş, rəhməti gedəndən arxasınca danışma. Hə, senior. Hə, qaqa. Nə baş ağrıdım, getdim əskəriyə gəldim. Ay ki, mən sənə haqq qazandırıram, sən düz deyirsən. Heydər Əliyevin arvadı Zərifə Əliyevə xristiyan olur. Xristiyan olduğu üçün məsələn, sən düz deyirsən də, məsələn, demirəm ki, sən səhv deyirsən. Bax, xristiyan olduğu üçün də bu insan üzü açıq dəfn olunur. Bəli. Düz deyirsən. Bağla söhbəti. Aha, buyur. Hə, brat, əskərdən gəldiyim gün mənim 60 manat çörək pulumu kəsdilər. Gəlib deyirəm ki, bəs mən təzə gəlmişəm, bəs çörək pulunu niyə kəsirsən? Deyir, getdin gəldin də, özünü get dolandır. Hər kəsi bir-bir qoşacaq müsafirlikdə olanlar, səbirli olun. 200 nəfər ekranı bəyənin, çox xoş. Aha, buyur qardaş, buyur. Deyir, get özünü dolandır. Deyirəm, Allah ev etiysin, 60 manat pulu verirdin, o da gözlə durmuşdu. Gəl bir demə deyirsən, get özünü dolandır. Mənim 21 yaşım var, PlayStation klubdan 16 saat mən 20 manata işləyirdim. 20 manata. Gəlirsən, Allahın olsun getdim bir də işə düzəlməyə. Qayıtdı ki, rus dilini bilsən, dedim yox. İngilis dili deyirəm yox, deyir onda mən sənə işə götürənmərəm. Prinsipə getdim o birisi yerə, dedi rus dilini bilsən, dedim bilirəm. İngilis dili dedim, onu da bilirəm, deyirəm. Yandakı qıza qayıdıb nə desə yaxşıdır. Bizə bəlkə Çin dili də lazım oldu deyə alınmayacaq. Dedim da mənim sənə sözüm yoxdur. Deyir bizə Çin dili lazım olacaq. Dedim onda gedim mən acından ölüm. Sən də türkün məsələ xurma yeyərsən. Nə deyim mən sənə? Zəngilanda oldum mən postda. Sırf döyüşdə olmamışıq, sərhəd qoşunlarında. Alınan torbaqlarda geyib oturmuşuq. Bizə yardım göndərdilər. Siqaret 96-ın yavasın. Allaha and olsun, Elnur. Qurana and olsun, paskasını bizə 5 manata satırdılar. Bax, Qurana and olsun deyirəm. Dedi ki, siqaretsizlik, yemək vermə, siqaretimizi verir. Biz burada dözə bilmirik. Heç nəyimiz yoxdur. Deyirdi, paskası 5 manatı pulun ver al. Pulu ilə deyil. Gəlin də cavab ver. Nə deyəsən? Bax, mən sizə bir dənə söz deyim. Mən bu günləri əskərin orada döyülməyiniz adını gördüm. Siz əskərin, Azərbaycan əskərini, bunlar saxladıqları vəziyyəti görürsünüz. Azərbaycan əskərini nə viddə saxladılar bunlar? Belə bir söz deyim. İndi adam üstə Allah var, təmiz idi hər şeyimiz. Sərhəd qoşunlarını bilirsən. Yox, sərhəd qoşunları yox. Sərhəd qoşunların komandiri Elçin Quliyev, düzdürmü? Hə. Bax, sözü yadına saxla, sözü kəsirəm, çox üzr istəyirəm səndən. Bəs bizə komendant dedi ki, bəs siz onlara xəbər göndərin ki, bizə siqaret göndərsinlər. Elçin Quliyev gəldi, qayıt dedi ki, orada nə siqaret, əskər nədir, siqaret nədir, oturun postda xidmətinizi eləyin. Aha.
Özün bildin də da. Heç nə deyir, qardaş, siqetsiz qoyurdu. Siqet vermirdi. Gətirdi paçkasını 5 manata satırdı. Nazif Winchester'ın paçkasını 6 manata deyirdi mən. Bu ümumiyyətlə mən sizə bir dənə söz deyim. Kinoloji mərkəzin itlərini satırlar. Yəni bunlar nə desən çıxarır. Müşfiqabad qəsəbəsində kinoloji mərkəzin itlərini satırlar. İtlərini satırlar. Sən bunu nə qoyub nəyə danışırsan? Ay kişi, bu ordu düzgün qurulmayıb. Ordunun gələcək rəisi satqın olandan sonra sən elə bir dənə qurcalasan, bəlkə Elçin Quliyev özü də vətən xainidir. Satır. Sadəcə olaraq, mən sizə bir dənə söz deyim, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev öz əhatəsindən qorxur, öz əhatəsindən çəkinir. İndi Polad Bülbüloğlunu çağırıb geriyə. Bilirsiniz də onu? Rusiyadan Polad Bülbüloğlunu çağırıb geriyə İlham Əliyev. Deyir ki, bəs yiyinti aşkar elədim, həm də sənin pensiya vaxtında pensiyaya çıxırsan. 30 ildir Polad Bülbüloğlu səfirdir Rusiyada. 30 ildir talayır. Polad Bülbüloğlu 30 ildir talayır. İndi ayıldınız siz. Hə? İndi ayıldınız Polad Bülbüloğlu'nu. Qardaş, mən sizə bir dənə söz deyim. Bax, hərbidə deyirsən, ha? Bəli. Hərbidə yiyinti dəhşət çoxdur. Ona görə bizim əskərlərimiz hamısı arıq-marıqdır, pis gündədir. Başa düşdünüz? Quran olsun, bir dənə yumurtan qıyıb vermirdi. Bax, doğrudan da mən özüm hərbiçi olaraq, yəni hərbiçi olduğumda fəxr eləmirəm. Həmişə də çıxmaq istəmişəm, çıxa da bilməmişəm. Çünki mən hərbiyə nifrət eləmişəm. Bilirsən nəyə görə nifrət eləmişəm? Bilirsən nəyə görə nifrət eləmişəm? Çünki hərbidə haqq, ədalət yoxdur. Şərəfsizlikdir. Başa düşdün, şərəfsizlikdir. Sadəcə İlham Əliyevin siyasətinin qurbanıdır oradakılar. Qardaş, hər şey rüşvət. Uvaleniya rüşvət. Pulu ver, rüşvət. Qurana and olsun rüşvət. Hər şey pulun başında. Komandirləri ancaq elə əskərlərin əlinə baxır ki, belə əskərin valideyni buna nə gətirəcək, nə gətirməyəcək. Fakt eləsinədir də, sinyor. Deyirəm ki, səhv deyirsən. Bir dənə söz deyim. Allah and olsun, qaqa. Bizim deyirəm ki, şey var idi orada. Mayor Nurullayev var idi. Allaha and olsun, bir də polkovnik leytenant Hacıyev Əziz Bala. Prokuratura əlbi işləyirdi. Prokuratura əlbi işləyirdi. Prokurator deyirdi ki, getməyə bir dənə əskər gətir, ya 5.000 ya 10.000. Yarı-yarı səninlə bölüşək. Gəlirdi hansı yetim yesir ilişdirirdi. Yetim yesir ilişdi, apardı prokuraturaya qoyurdu. 5.000 al, 2500 bunu idi, 2500 onu. Əskərin atası mal qarası satırdı, evin satırdı, da canından bezmişdi qardaş. Tutursan bunun qoluna kiməsə çıtma vuran kimi aparsan ora. Bir şapalaq 5.000. Zarafatca vurur, deyirdi apar bunu içəri. Allah'ın olsun az qalır. Bu qardaşı Polad Həşimov öldü. Polad Həşimovun koordinatını birbaşa Nəzməddin Sadıqov vermişdi. Nəzməddin Sadıqovun əli ilə Polad Həşimov öldü. Bəli, açıq bazardır. Ümumiyyətlə, mən yenə də deyirəm, Azərbaycan Respublikasının prezidenti terroristdir. Terrorist İlham Əliyev. Diktator İlham Əliyev. İlham Əliyevdir, bax, bunların hamısının başında duran. Çünki adını qoyduğunda Ali Baş Komandan. Qaqa, bir dənə üzr istəyirəm. Qəmbər Ələkbarov. TTM-im yevlax olubdu 20-25. Şəmkirə gəlmişəm 20-08. Qobatlı Cəbrayıl Zəngilanına xidmət eləmişəm. 7 dənə də zastava görmüşəm. Trolldur, qaqaş, bu trolldur bu. Troll. Polad Həşimov, bax görsən ki, bax, savadsızdır. Polad Həşimov ölmədi, şəhid oldu. Ay kişi, sən bir dənə get gör şəhidlik nədir? Müsəlman deyilsən, bir dənə get araşdır gör şəhidlik kimə deyilir. Bir dənə belə bu get araşdır da. Bir dənə get Quranda araşdır gör şəhid kimə deyilir. Sinyor qoşulduğuna görə çox sağ ol, qaqaş, var ola. Sağ ol, qaqa, öpürəm, Allah amanında. Sağ ol. Get bir dənə araşdır, gəlib danışarsın sonra. Şəhidin nə oldu? Sahib, o xanımı qoşarsan bura, sahib. Buyurun. Ekranı hər kəs bəyənsin, çox xahiş edirəm. Ekranı bəyənin, canlı yayımız artsın. Buyurun, xoş geldiniz. Salam, axşamınız xeyir. Hər vaxtınız xeyir. Siz bundan qabaq qoşulan qaqaş harda yaşayır? Bir dənə deyə bilərsiniz, zəhmət olmasa. Bilmirəm, valla.
Hansı indi sizdən qabaq Hə, qoşulan? bəli, bəli. Bilmirəm Bilirsiniz, ki. Sinyor? aha, nəysə də. Bilmirəm. Bilirsiniz, mən özüm bir əsgər anasıyam. Allah ömür versin. Azərbaycan, bəli, mənim oğlum Qarabağda xidmət edir. Azərbaycanda əsgərlərimizə çox gözəl baxırlar. Onu orada danışan, gülmə, sən özün şərəfsizin yekəsən, ağzına gələni Ay xanım, danışsan. şərəfsiz sənsən. Mənim oğlum əskər Sakin olub, ol mənim da. prezidentim də mənim çox gözəl baxıblar, Hə, heç də ona acından görə da belə. ölməyib. Acından ölməyib, Yaxşı, bildin? yaxşı. Ağzına gələn danışma, Əla. gəl hələ get otur vətənində Çox sağ ol. qulluq elə, Allah şərəfsiz. səndən razı olsun ay Oturmuşsan xanım. orada, ağzına gələni millətin haqqında Allah razı danışma, olsun, var bildin? olasın. Mənim oğlum da, bütün analar da çox razıdır. Çox Qurban sağ ol. olasan elə mənim oğlum kimi Yaxşı, əsgərdir. razıdır, Bir də razıdır. səndən qabaq Razıdır, da gəl otur bura. orada. Qazi, dedin. gəl bura görüm Qazi. Cındır. Razıdır. Gözdə də mən söyürsən. Cındırsan sən. Söymə də. Cındırsan. Bax, Söyləm, amma ağzına gələni danışma. Bildin millətin haqqında. Söymə. Yekə oğlansan, oturmusan özün bizə dövlətindən əsgər anasıyam. kənarda. Mən oturmusan dövlətindən kənarda. Bax, sən də söyrsən, gözəl Mənim insan. oğlum bir əsgəri Ay çəkib. xanım. Qulaq as. Xanım. Xanıma hörmət edirsən, qulaq as. Mən də bir Xanım. Azərbaycan xanımıyam, bir anayam. Ay Mənim xanım. oğlum əsgərlik çəkib. Mən bir dənə ona corab göndərməmişəm. Gələndə də üstündə 3 dənə forma ilə gəlib. Ay xanım. Superdə baxıblar özəl Laçında. Bildin? Ay xanım. Orada oturub ağzınıza gələni prim Hədə yığmaq yaxşı bir üçün. sözü qulağa. Neçə yaşın var sənin? Sənə nə neçə yaşın var? Səndən böyüyəm hər halda. Bildin? Neçə yaşın var? Da məndən Səndən böyüsün. böyüyüm var. Yox, Səndən neçə yaşın böyüyəm var mən. ki? Lap gözəl Səndən insan. böyüyəm. Yox, neçə Səndən yaşın var böyüyəm. sənin? Səndən Bildin mi? böyüyəm. Sözlü de. Bax, gözəl insan, Hə. gözəl ana. Bəli. Bax, məsəl bir Bəli. söz deyim. Deyim. Siz məni tanımırsınız. Mən sizi tanımıram, Düzdürmü? amma mən 2 gündür sizin bu qoşulmağı istəyirəm. Sizin Bax, danışıqlarınız bax. heç sizə yaraşmır. Yekə oğlansan, Bax, məsəl yekə insansan. Məsəl bir söz deyim də. Prim Sən pul oğlun qazanmaq 28 ay bu istəyirsən, başqa xidməti. yolla qazan. Gözəl insan. Başqa Ay, yolla gözəl qazan. insan. Gözəl Bəli, insan. buyur. Bəli. Ay sağ ol. Sən oğlun buyur. mən Bəli. sən oğlun bir il neçə aydır xidmət edir? 1 illik gedib. Ha, bir illik gedib, düzdürmü? Özü indi mən sən gedir, peki oğlum- sənə qulaq as. Özü Mənim gedəndə sən oğlun stajı Qarabağdan qədər, təzə yaşı qədər alınmışdı. Qulaq mənim as. stajım var. Qulaq as. Oralar təzə alınmışdı. Heç Sən heç şəraitsiz bilirsən bir kimlə vəziyyətdə danışırsan, ay gözəl insan. Gedəndən sonra, Ay gözəl insan, sən heç bilirsən kimlə danışırsan. Mən bilirəm Ay sən xanım. kimsən. Çox gözəldir tanıyıram. Sən məni tanıyırsan, bildin? Kimə? Bilmirəm kimsən, vətən xainisən, Bəs siz- nəsən? Gedib oturmusan Yox, qıraqda. bəs deyirsən ki, tanıyıram ağzına səni, yox gələni görək kiməm danışma. mən. Vətənin haqqında, yekə oğlansan, Bax, xanım. vətənin haqqında doğru danış. Ay xanım. Doğru, bildin? Xanım. Doğru danış Ay vətənin gözəl haqqında. insan. Gözəl Mən, sən Allah, bəsdirin. Orada da Gözəl danışsan ana. filan yerdə gedib Ay gözəl Qarabağda döyüşmüsən, qulluq eləmsən, bu millətin başına az danqıllatsınlar. Gözəl Bildin, ona ana. qoşulub ağzına gələnləri danışırlar. Ay gözəl xanım. Gözəl insan. Dinlirsiniz məni? Buyurun. Mədəniyyətiniz olsun, anasınız, özünüzü ana kimi aparırsınız. Mən mədəniyyətim Özünüzü Mehriban Əliyeva kimi aparırsınız. Özünüzü ana kimi aparın. Ölmüş Heydər Əliyevin arvadının alnından öpür, onu gör. Ayıbdır, ayıb. Sənə ayıbdır, vallahi yekə oğlansan. Mən sözünü. O ölüb gedib, ikisi də ölüb. Camaatın sağlar haqqında danışa bilərsən. Amma ölülər Qulaq as da mənə. yaraşmaz Ha sənə. bir diyan da qoymusan hep insan. birini. Ha bir diyan da. Diyan Diyan bırak, da. sən diyanırsan. Hemen diyanmış ama Diyanmış, oturup sən sen özündən şeyde xəbərin sanansa. Ha bir Sənin diyan da özündən ne olur bir xəbərin diyan yoxdur. göre. Ay Eşidir. güzel insan. Buyur. Bir diyan da rəhmətli nəvəsi. Sen bilirsən söhbət nədən gedir? Mən çox gözəl bilirəm söhbət nədən gedir. Nədən gedir Söhbət söhbət? ancaq Hətta görə söhbət millətimizi nədən gedir? pisləyirsiz. Bir. Ancaq millətimizi pisləyirsiz. Nə qazanırsan, nə əldə eləyirsən. Yox, nəyi pis deyir? Xəstə deyirsə xəstəsən sən. Xəstəsən, mən sağlamam. Həmən Gözəldə xəstəyəm, sən sağlamlığım sağlam ol. var. Deyirəm ki, söhbət nədən gedir? Bilirsəniz söhbət nədən gedir?
Ay qardaş, mənə maraqlı deyil. Sənin canlığa Abi söhbət qoşulanlar. nədən gedir? Bilmirsən söhbət nədən gedir? Nəyə Ay qoşulmuşsan mən bura? çox gözəl bilirəm. Şəhərdən baxıram söhbət nədən gedir. Baxıram. Bəs nədən gedir söhbət? Söhbət nədən gedir? Dinən ki, söhbət bundan gedir. Mən də deyim, söhbət nədən gedir? Görürəm də nədən gedir. Milləti pisləməkdən Nədən başqa gedir? heç əlinizdən qaçmır. Əlinizdən Ay gözəl gəlmir. insan, söhbət nədən gedir? Ay sən nə öz ucurursan, Kim? Sən. Gülməyin. Doğrudan sənin psixoloji nəsə çatışmamazlığın var. Bax, Allah haqqı sən dəlisən, sən xəstəsən. Allah haqqı sən xəstəsən. Söhbət bilmirsən nədən gedir. Qoşulmusan bura, qoymusan belinə. Bir bax gör söhbət nədən gedir. Ora yazan o gözəllik salonu, sənə nə gözəllik salonu? Ay sən aşağı gəl. Buyur. Mənim yayımı bu günləri əskər anası aparacaq. Buyur, apar. Aparmıram mən. Oradakılara elə özünə cavab ver. Niyə istəyirsən millətini? Bir dənə yaxşı cavan oğlan, kişi ol. Mənim sualıma bax, bir dənə elə bir səndən böyüyəm. Bir dənə neçə yaşın var sənin? Ay sənə nəyi neçə yaşın var? Məndən balacasan sən. 14 yaşına ərə getmirsən. Deyirsən ki, mən səndən böyüyəm. Neçə yaşında? 14. Bizim rayonda 14 yaşında ərə getmirlər qadası. Narahat olma. Neçə yaşına ərə getmirsən, yaş? 20 yaşında getmişəm. Hə, tez getmirsən. Gəlib yunus oxuyardın, neçə elm qazanardın. Gülmə. Mənə maraqlıdır ki, siz bu milləti pisləməklə burada əlinizə nə keçir? Sözümə qulaq asın, mən milləti pisləmirəm, qurbansın. Ay gözəl insan. Adınız nədir sizin? Nə dəxli var adım nədir? Azərbaycan. Azərbaycan adı olur verir. Bax, sözümə qulaq as mənim, bax. Buyur. Bax, mən sizə hörmətlə yanaşıram. Siz bizim həqiqətən, bax, mən sizin haqlarınızı tələb edirəm. Siz haqlarınızı tələb eləmədiyi şeyləri mən haqlar. Mən deyirəm ki, müharibənin əleyhinəyəm. Mən deyirəm ki, gözəl insan. Mən bir dənə mənə qulaq as. Bax, biz Bakıda yaşayırıq, Azərbaycanda yaşayırıq, düzdürmü? Allahıma çox şükür. Bütün nəslim köküm hamı öz zəhməti ilə işləyir, qazanır. Demirəm milyonçudular. Sözümə qulaq as da mənim də, bax. Gəl məsələ bir dənə söz deyim. Bir diyan da. Bir diyan görüm. Buyur. Evdə sən kişi üstünə qışqırmayıb deyəsən, qoymuşsan belinə. Qışqırır, niyə qışqırmır? Qoy qışqırsın. Sən ənəs üstünə qışqırması qadınsan. Qoy qışqırsın, sən biraz səsin xodunu alsın. Sözlüdür, mən də haqlarımı tələb eləməyi bacarıram. Sözümə qulaq as mənim, bir də sözümə qulaq. Bax, mən nə deyirəm? Deyirəm ki, uşaq pulu versin. Mən müharibənin əleyhinəyəm. Deyirəm ki, heç bir evdən şəhid çıxmasın, qazi çıxmasın. Bizim əgər veteranımız olarsa... Ona gəl otur, burada dedək. Bir də sözümə qulaq as da. Çox xahiş edirəm də səndən. Nə olar? Xahiş edirəm, bax, çox xahiş edirəm. Gözəl insan, gözəl ana, əskər anası, çox xahiş edirəm. Bax, deyirəm ki, 80 manat pensiya, 80 manat veteran pulu verməsin. Qoy veteranlarımıza 500 manat versin. Səhv deyirəm. Deyirəm, işsizliklərə işsizlik pulu versin. Mən müharibənin əleyhinəyəm. Biz artıq şəhid istəmirik. Analarımızın gözü yaşlı olmasını istəmirik. Ay qardaş, onu kim istəmir ki? Mənim çəkdiyim əziyyəti heç kim çəkə bilməz. Balası orada olur. Onda mən nə deyirəm? Bildin? Xeyr, ona görə deyirəm ki, buradan... Bəs onda mən nə deyirəm? Mən də onu deyirəm də. Bütün əskərlərə çox gözəl də baxırlar. Çox gözəl. Yalan danışma da. Yalan danışma. Trolluk eləmə burada. Yalan danışıramsa Allah o danışanlara qənim olsun, bildin? Allah sənə qənim olacaq. Sənin dilin tutulacaq. Mən sənə söz deyirəm. Ay inşallah. Yalan deyirəmsə mənim dilim tutulsun. Kör olasın sən. Gözlərin kör olacaqsan. Ay xanım, dur attır sana buradan. Qoy sana burada kişilər danışır. Attır sana buradan. Xanım deyir düşübsən ortaya. Cındır qızı cındır. Yer cəhənnəm ol buradan bilə. Cındır sən. Osturağın qızı osturaq. Tüpürüm sənin qeyrətinə. Dur attır az buradan bilə. Gicdillağın qızı gicdillah. Bu qardaş sağsa... Siktir buradan gicdillağın biri gicdillah. Bu qardaş sağ üz verdi deyəsən. Sikim sənin qoyanın qınağını. Qəhbə bilək. Heç bilmirsən sən haranın quşu yuvasdan. Sikim sənin qoyanın qınağını. Siktir buradan bilək. Peysərin qızı peysər bilək. Çıxıb burada götünü dağıdırsan. Sikimsə, bu qəhbələri qoşma da, bu cındırları qoşma da, sikim bunu qoyanın ağzını belə. Siktir ha. Peysər, Azərbaycan xanımı, sikim sənin ağzını mən. Yalansa sən xanımsan sən. Sənin heç xanımdan xəbərin yoxdur, sikim sənin qoyanın ağzını.
Gicdillah qızı gicdillah. Sən canı belə şeyləri qoşma kişi. Hani kim nətər dilxor elədi məni bu axşam belə. Ah. bu kişi deyir bir yaxdan qoş deyilmir. Deyir əskər anası ya. Mən də hörmət elədim də. Mən nə bilim, Bu o nə əskər anasıdır başına dönüm səni görmürsən osturaq çıxıb burada. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Qardaş nətər sapladı onu, mən gecikdim, inanırsan. Hə, David. Bu, bilirsən, indi bir dənə söz deyim. İndi bax, o çoxun ağzına bir sən nə düşübdü, deyir, duxun satır gəl buradadır, duxun satır buradadır. Qardaş, orada duxun bunlar bilmiş ki, orada haqqı dəyəni aparıb məhv eləyirlər, mələdirlər. Bu insanlar, insanların psixologiyası bilirsən nədir? Duxun satır gəl buradadır da. Sənin var yox var çoxum, orada deyə bilmirəm. Orada deyəndə aparıb adamı şərləyirlər, narkotiklə şərləyirlər, tuturlar, iş kəsirlər. Bunu bəzi gicdillahlar bilmir, qardaş. Allah'ım da olsun. Çatmır axı, savat yoxdur. Nə bilim, qardaş. Allah kömək olsun. Azərbaycan Respublikasının Müdafiə Naziri əskərlərinə baxmır. Всё, bu qədər, net. Allah haqqı baxmır. Kim ki deyir baxır, abi ki trolldur. Vallahi baxmır. Səhv deyirəm, Cavid bəy. O kim idi ki qoşulmuşdu? Vallahi bilmirəm, tanımıram, nə bilim. Mən səndən tamamilə razıyam, qardaş. Ekrana hər kəs bəyənsin, 450 nəfər. Ekranı bəyənəyin, çox xahiş edirəm. Dedik gecən xeyrə qalsın, qaqa. Qadan aldım, vaxtını aldım. Var olasın, canım. Sağ ol. Ekranı hər kəs bəyənsin, çox xahiş edirəm. Ekranı bəyənəyin. Qoşacam. Ekranı bəyənəyin, canlı yayımı vurmasınlar, çox xahiş edirəm. Buyurun. Əlimiz deyib. ...455 nəfər ekranı hər kəs bəyənsin ki, canlı yayımızı vurmasınlar. Rabil buyur, xoş geldin. Buyur. Yox. Bəli. Bəli. Sizin səsiniz gəlmir. Hamı yazır ki, burada səsiniz gəlmir sizin. Niyə? Səsi gəlmir onun. Çıx təzdən. Vururlar da, siz bəyənmirsiniz deyənəm. Canlı yayın vururlar. Çıx təzdən gir. Bir dəqiqə.
Vururlar da ona görə. Çox xahiş edirəm. Hər kəs bir nəfər kimi canlı yayımı bəyənsin. Ekranı bəyənən canlı yayımı vururlar da ona görə. Efir vururlar. Bəli, 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 bəli. Efir vururlar. Çox xahiş edirəm. Canlı yayımı bəyənin. Naşıqla danışırsınız. Yo, naşıq var bəyən. Çox xahiş edirəm. Hər kəs ekranı bəyənsin ki, canlı yayımız düşməsin. Düşdü canlı 250-yə. Buyur. Xoş gəldiniz. Şəhidlər ölməz. Ekranı bəyənsəz, nə qədər çox ekranı bəyənsəz, bir o qədər də canlı yayımı vura bilməyəcəklər. Hər bir kəsdən çox xahiş edirəm. Ən azından 5 dəqiqə durmadan canlı yayımı bəyənək ki, qoy heç kim vura bilməsin. Hər kəs ekranı bəyənsin. Buradan salam aleyküm. Sözüm 5 manat qazanıb, 5 manat qazanıb. Özünü dövlətin, hakimiyyətin trolluğunu edənlərədir. Şərəfiniz olsun, qeyrətiniz olsun. Onsuz da siz də dolana bilmirsiniz. Biz də dolana bilmirik. İnsan nə qədər vicdansız olar ki, göz görə-görə haqqını tələb eləməyə, haqqı tələb eləməyə dərd yarı. Elə bir savuna, tərifliyə, nə bilim, trolluq eləyə. Biraz qeyrətiniz olsun, biraz vicdanınız olsun. Yekə adamlarsınız. Özünüz bilirsiniz. Kamran yazırsan ki, səndə var şərəf. Onun şərəfi yoxdur. Vallahi o bəlkə də heç qazana bilmir, heç nə bilmir. 345 manat minimum əmək haqqından sən nə qazanırsan, sən evdə çörək apara bilmirsən, ayın axırına pulu çatdıra bilmirsən. 800 manat, 1000 manat maaş almışam, ayın axırına evimin kişisi olmuşam, evimə çörək qazanmışam. Ayın axırına 20 manat, 30 manat, 100 manat pul dilənmişəm dostlar. Boşacam Rabit. Heç nə. Nə deyirsən, ay canım? Versin. Niyə icazə verdi? Azərbaycan xanımın elə iştörüsündən o şərəf. Bir sikir burada nə? Nə? Bizgüt bayrağı. Gün deyəndə dəqiq. Mamava salam deyərsən Kamran. Sən Allah beləcə trolları rədd elə. Qoy bunların içində qalsın. Qoy bu şərəfsizlərin içində qalsın. O ananın var ha, o ananın uşağı bəlkə də ayda 10 manat, 15 manat pul verirlər. Onun əlindən komandirləri alır. Danışır da boşum, bəlkə də əskərlikdə deyil. 10 manat, 15 manat pul verirlər. Kamrandır. Düzür sıraya deyir, davay bilə pulu ver. Davay pulu ver. Mən görmüşəm də, mən az görmüşəm. Mənə deyirdi ki, komandirim, mən də balalarımı saxlamalıyam da, nətər saxlamalıyam? Belə qalırdım ki, mənim aylıq pulumla bu nə bala saxlayacaq? Sonradan fikirləşirdim ki, 130 nəfər əskərdən 10 manatdan yoxsa 130 manat pul edir. Allah haqqı görmüşəm. Yazıq o şəhid olanlar, yazıq o gündə 3 dənə, 4 dənə, 5 dənə. İlham Əliyevin siyasətinin qurbanı olurlar da, heç bir şey. Yazıqlar, yazıqlar. Bir dəfənlik ya qırırsan, apar qır cəmaatı. Ya da ki, qardaş, işini həll elə də, pulla zadla həll elə. Milyardların var, pulu ver, torpağı al da. Eləyə bilmərsən güya. Buradan haqqını tələb eləməyən insanlar, sağ ol, təşəkkür edirəm. Kim ki haqqını tələb eləmir, trolluq edir. Kim ki gəlir məsələsində, neynəməliyik, nətər eləməliyik, yaxşıdır, yaşayırıq da, beləncə danışırlar. Bax, onların şərəfinə tüpürüm, onların vicdanına tüpürüm. Evdə anasına dərman ala bilməyən o trollar var. Bacıları, qardaşları xəstə olanlar var. O dərman pulu tapa bilmirlər. Amma gəlib burada gic-gic məsələsinin tərif yağdırırlar dövlətə, hakimiyyətə. Onların Allah bəlasını versin. Oldu qardaş, sağ ol. Sağ ol.
Salam Ekranı baba. bəyənin də çox xahiş edirəm. Turan bəy xoş gəldiniz. Buyurun. Salam qardaş, necəsiz? Yaxşıyam, siz necəsiz? Sağ olun, Allah köməyiniz olsun. Bayaqdan qulaq asıram, sizdə səbir var, deyirəm necə də. O qadın kimdir bilmirəm, danışır. Bəlkə də basıb baxlayır, bəlkə də heç əskər anasızadı deyil. Durub, nə bilim axı. Vallahi mən o Tərifləyir ki, xanıma hardasa 30-31 yaş zat verdim. ...31 yaş zat verdim, yəni uzağı. Patoloq 31 yaşa. Ekranı bəyənəyin də. Buyur Turan bəy, buyurun, söhbət danışın. hə, nə bilim, vallah. Mən onu demək istəyirəm ki, günü-gündən vəziyyət pisə doğru gedir. Allahın olsun, bu bizim bu millət yenə də elə yatırıq. İçimən qarışıq, Allah haqqı, heç kim durub haqqını demir. Çoxu, nə bilim, yaltaqlanır, elə acından elə belə pısmasın. Elələrinin balası öləndə, Acından elələrinin dirənirlər. balası öləndə çıxıb İlhamı söylür. İlham var, yoxu belə-beləli, mehriban, bal ölsün. Başa düşdün, bala dərdi olanda bilirlər ki, nədir. Hə. Vallah belə pısmasın, bugün sabah yenə müharibə olacaq, yenə kar kasıbın balasını yenə gedəcək də. Bir dənə yuxarıda oturanın, vəzifəti oturanın balası gedir, yox. Deyəcək, mən adam tanıyıram ki, Allah'ın olsun belə pısmasını, indi də deməyəcəm də, o Qarabağ zonasındandır, rayondandır. Aha. İki oğlu əskərliyə getdi, ikisində döyüş bölgəsinə pul verdi, döyüş bölgəsinə saldırmadı. Mən adamlar tanımışam, Allah'ın olsun, deyib mən nə ötürəm, o torpağı, deyib burada yaşayıram da. Ekranı Mən bəyənin, demişəm, mən şərəfsiz. Sənə belə pısmasın, kimsə deyib döyüşür. Biri mən Naxçıvanlıyam və yaxud da o biri Lənkəranlıdır. Gedir, adın yazır, döyüşə gedir, döyüşürsə, sən niyə bu məsələn belə danışmalısan? Bir sənə tərdir, qardaşım, adam elə şeylər görürsən ki, orada, burada, elə şeylər eşidirsən, elə şeylər görürsən ki, sən tərdir nifrət edirsən. Mən şəxsən Allahımıza and olsun, nə bilim, o cürə oğulların getməyini heyfsizlənirəm də. Yəni ki, heyf oldu ki, o cürə oğullar getdi. Allah and olsun. Harda görsən, nə bilim, götə girən, yaltaq, sabunlanırlar, bilmirlər nə qarsınlar. İşdə də görmüşəm mən bunu, nə bilim, çox yerlərdə görmüşəm də. Allah and olsun. Qoyasan ancaq sukalıq eləyərlər, ancaq qoyasan götə girənlik eləyərlər. Əllərindən başqa heç nə gəlmir. Günü-gündən hər şey qalxır, nə fikirləşirlər. Mağazinlərə girsən, hər bir şey qalxır, kişinin olur. Biri mən günü ustayam, ikintidə işləyirəm, günü 40 manata işləyirəm. Allah'ın olsun var, o 40 manatdan heç nə atmaq olmur qırağa. Amma oturub duranda belə edir, 40 manatdır da, aya 1200 manat pul edir. Hər şey elə qaldırıblar ki, dolanmaq olmur. Mən kişi kimi danışaram, triyapqa bilə. Sən heç bilinmir, kimsən, nəsən, adı da yazımsan Useyd. Başa düşdün? Buradan kim mənə söyüş yazırsa, Puramoy atasıyam. Yəni o yaxşı bilsin. Kim söyüş yazırsa, Puramoy atasıyam. Turan bəy, qoşunuza görə çox sağ olun. Var olasınız. Sağ ol qardaşım, Allah köməyin olsun. Yəni yenə deyirəm ki, Allah'ın olsun, heç kim qorxmasın, hamımız haqqımızı tələb eləməliyik. Kim olur olsun. Yəni. O bir də ki, buradan deyirlər ki, sözüm var, gəl Azərbaycandadır. Məsələn, sizə də bəzi sizin kimi qardaşlar var da, indi xaricdədirlər. Çünki burada qardaş, burada biri mən. Bu dəqiqə çıxım şəhərə sözümü deyim. Ya narkotik ilə tutdurup basacaqlar içəri, ya nə ilə basacaqlar içəri. Yox, sən heç demə. Bir dənə buna çıx bilən ki, heç nə demə. Bir dənə buna çıx bilən ki, prezident seçkilərini azad seçki istəyirik də. Yəni, necə deyim, bizdə bültenləri, zatları gətirib özləri atırlar axı. Valla bir dənə onu dinən, Allah tutub basacaqlar sənin səhəri. Ya da dinən ki, bir dənə, bax qardaş, Azərbaycanda ümumiyyətlə çörəyin qiymətini aşağı düşməsini istəyən də tutub basdılar səhəri. Yəni, mümkün olmayan bir şeydir bu. Yox, mümkün deyil, qardaş, mümkün deyil. Qanımızı vurdular, ekranı bəyənəyin də, çox xahiş edirəm. Mümkün deyil, qardaş, haqqı tələb eləyənmirsən, mümkün deyil. Bəli.
Mümkün deyil. Elə deyirlər ki, sözüm var ki, mənə burada azadlıq versinlər, qardaş. Mənə kimsə tutmasın. Mən niyə sözümə deyə bilmirəm? Əlbəttə ki, mən bilirəm ki, mənə şərrik basacaqlar içəri. Bəli. Amma mən şəxsən Türkiyədə mən işləmişəm, Türkiyədə də mən görmüşəm də belə pismasın. Türkiyənin özündə qardaşım, millət sərbəst sözünü deyə bilir. Kimin kimdən narazılığı varsa sözünü deyir. Amma bizdə deyə bilmirsən. Bizdə bir sənətədir, quldurluq başa alıb gedir. Yığırlar harda idmançı polislər, uşaqlardır, yığırlar polislərə, biləyi yoğun oğlanlardır. Səsini çıxardan qolun burub aparırlar. Az görmüşük bu sosial şəbəkələrdə. Bəli. Hamısında görmüşük. Mən şəxsən biri mənim özüm Allah'ın olsun. Deyirəm ki, pasportumun vaxtı mənim məsələn pasportumun vaxtı keçib. Deyirəm ki, pasportumu düzəldim, çıxıb gələcəm mən bu Azərbaycan. Çünki bu Azərbaycanda qardaş yaşayış yox. O da ha. Bu da ha. Bir daha polisi göstərirlər ki, qadını təpi ilə vurur. Göstərirlər ki, qadına təpi vurur. Polisin nə ixtiyarı çatır ki, hansısa qadına təpi ilə vursun? Çünki bu ölkədə mən görürəm də hamı yavaş-yavaş qaçır. Heç kəs dolan